Değerli tələbələr, dövlət qulluğu və magistr imtahanlarında tez-tez qarşılaşdığımız oyun tipli suallardan biri olan Kakuro'nun izahına bu gün baxırıq. Gəlin bu qəbul sualının izahına birlikdə baxaq. Kakuro'nun təbii ki nəyin bilirik? Qaydasını bilirik ki, qarşısındakı 4 dənənin xananın cəmi 11 eləməlidir və yaxud da altındakı 3 dənənin xananın cəmi 11 eləməlidir. Bu xanalarda 0 yazıla bilməz və 2 rəqəmli ədəd yazıla bilməz. Yəni 1-dən 9-a qədər rəqəmlərimizi qoymuş olacağıq. Və sətr sütun üzrə eyni rəqəm təkrarlanma ola bilməz. Bu qaydaları biləndən sonra gəlin həllinə baxaq. 17-ni necə düzəldərəm 2 rəqəmlə? Bu hissəyə baxırıq. 17-ni düzəldərəm yalnız 9 və 8-dən. 9-u buraya yazıram, 22-nin altına, 8-i də buraya yazıram. Eyni qayda, baxın burada da 17-miz var. Burada necə yazaram? Yazıram 9-u bura, 8-i də elə bura. 11-də davam eləsək, 11-i düzəltmək üçün 8-imiz var. Artıq qalıb 3 da geriyə, düzdürmü? 3-ü necə düzəldərəm? 1 ilə və 2 ilə. 1-i yazacağam bura, 2-ni yazacağam bura. Davam edirəm. 9-um vardı, düzdürmü? 13-ü düzəltmək üçün artıq mənə nə lazımdır? Mənə geridə qalır 4, rəqəmlərin cəmi 4 edən. Bu da 1 ilə 3-ü olaraq götürəcəyik. 1 və 3-ü biri aşağı yerləşdirə bilmərəm, çünki 1 ilə təkrarlanma olar. 1-i bura, 3-ü də bura götürsək. İndi növbəti. Bu 11-i düzəltmək üçün. 1-im var, 3-üm var. Mənə qalır geriyə 7 rəqəm, düzdürmü? 7-ni necə düzəldərəm? 2 ilə 5 ilə, 6 ilə 1 ilə, yox 6, 1 olmur. 4 ilə 3 ilə düzəltsək, 3 təkrara düşür. Onda elə 5 ilə və 2 ilə düzəldərik. Gəlin görək, 5 ilə və 2 ilə necə düzəldərəm? Tutaq ki, 5-i yazaq bura. Yox, tərsinə yazaq. 2-ni yazaq bura, 5-i yazaq bura. Davam edək. 19-u düzəltmək üçün geriyə nə qalıbdır? 10, bura 9 qoymalıyam. 22-ni düzəltmək üçün 9-um var, 5-im var. 14 edir, düzdürmü? Mən nə qoymalıyam? 8 qoymalıyam ki, artıq 22-ni düzəlsin. Bir də baxaq bu 20 doğru olurmu? 9 ilə 1, 10, 8 ilə 2, 10. Cəmi 20 edir. Yəni deməli, bu da bizim Kakuromuz. Tək ədədlər, cüt ədədlər artıq bunları sıralamaq olduqca asandır. S-dir, K-dır, bir də M-dir. S, K, M. M, S, K. Yəni A, C, D tək olacaq, digərləri cüt. A, C, D tək, B və Y cüt ədədlər olmuş olacaq.